Salam değerli kanal izleyicileri, yeniden sizi hoş gördük. 20 varyant sınav imtahanı kitabından 7. sınav imtahanının suallarını izah edeceğim. Ve gördüğünüz kimi mövzular proqramlaşdırma hissəsinə aiddir. Proqramlaşdırma dedikdə Python proqramlaşdırma dilindən söhbət gedir. Və belə ki, vaxt itirmədən başlaya bilərik. İlk sual bu şəkildədir. Python dilində tərtib olmuş proqramın nəticəsini müəyyən edin. Deməli, burada baxırıq. Görürük ki, burada bir təkrarlanma və yaxud da ki, hər hansı bir budaqlanma yoxdur. Xətti alqoritmdir və buna uyğun da yazırıq. Deməli, ilk öncə 4 üstə ilə 5. Bunun cavabını yazırıq. Burada 9 edir. Və sonra B bərabərdir. A-nı C-yə vururuq. A-nı vurduq C-yə. 4 dəfə 9, 36 edəcək bunun cavabı. Burada isə A faiz C, yəni A-nı artıq A 4-dür, C isə 9-dur. 4'ün 9'a bölünməsindən alınan qalıq yenə də 4'dür. Bunu da burada yazırıq. 36'ın üzərində 4 gələndə 40 etmiş oldu. Və A bərabərdir B çıxaq C. Gördüyünüz kimi burada artıq B yeni qiymət aldığına görə 40 aldı. Dəyişənin dəyəri dəyişdi. Yəni B-nin qiyməti oldu 40. C isə 9 qalıb. 9 çıxırıq bərabərdir 31. Və A plus B plus C. Burada baxırıq ki, ən son qiymətlər A-nın qiymətini burada yazdıq. Üstünə gəlir B-nin qiymətini burada yazırıq və C-nin qiymətini burada yazırıq. Və toplam bunların cavabı 80 etmiş olur. Doğru cavab D bəndi. İkinci sual. İxtiyari en natural ədədi üçün Python dilində tərtib olmuş proqramın nəyə çıxışa verdiyini müəyyən edin. Bu tip məsələlərdə əgər birbaşa tapmaqda çətinlik çəkiriksə, nümunə qoyub yoxlamaq daha real olar və adətən deyək ki, 1 rəqəmli, 2 rəqəmli deyil, bəlkə də 3 rəqəmli deyib daha çox da qoymağa ehtiyac yoxdur. Çünki çox vaxtınız gedəcək. Amma əmin olmaqdan ötürü düşünürəm ki, 2 və 3 rəqəmli yetərli ola bilər sizin üçün. Bura baxdığımız anda n bərabərdir int input. Mən deyək ki, hər kəsə aydın olsun deyə 256 nümunəsini burada qoyuram. S bərabərdir n faiz 10. N faiz 10 nə deməkdir? 10-a bölünməsindən alınan qalığı. Ədədi 10-a bölünəndə alınan qalıq 6 edir. Və eyni zamanda n bərabərdir n bölək 10. Və burada da baxırıq ki, ədədi 10-a böləndə tam hissə 25 edir. Bunu bilirsiniz. Və bu şərtində nə olduğunu bilirik. Bərabər deyil. Yəni n nə qədər ki 0 deyil, bu proses işləyəcək. Və bunun içərisində if var və ifin içərisində də bu hissə var gördüyünüz kimi. Və həmin ədədin artıq ədədimiz bizim gördüyünüz kimi burada n dəyişdi. N'in qiyməti artıq budur 25'dir. İndi bu nümunədə 25'dir. Başqa nümunə versəz təbii ki başqa olacaq. Və burada n faiz 10. Yəni həmin ədədin, baxın yazırıq burada. Ona bölünməsindən alınan qalıq S-dən kiçikdirmi? S-ini necə tapmışıq? S 6'dır. Yəni 25'in ona bölünməsindən alınan qalıq 5 edir. 5 də 10'dan kiçik olduğuna görə if işlədi. If işlədi və o zaman da bu tətbiq olunacaq. S bərabərdir n faiz 10. Həmin n faiz 10'a. Yəni 25'in ona bölməsindən alınan qalıq 5. S-in qiyməti artıq 6 yox 5'dir. Və n bərabərdir n bölək 10'dur. Yəni bunu yoxladıqdan sonra təzədən bunu edir. Yəni 25'i 10'a böləndə alınacaq 2. Tam hissə 2. Artı tam hissə 2'dir. N 2'dir. N 2 yəni yenə də 0'dan fərqli olduğuna görə 2 faiz 10 bizə 2 verir. Kiçikdirmi? S-imizdə 5'dir. 5'dən kiçikdirmi? Bəli. O zaman S bərabər n faiz 10. Yəni 2'nin ona bölməsindən alınan qalıq olacaq 2. S oldu 2. N də bərabər 2'ni ona böləndə tam hissə alınacaq 0. Və print S verəcək. S də bizə 2'ni verdi. Yəni 256 ədədindən 2'ni verdi. Rəqəmlərindən ən kiçik olanı ekrana vermiş olur. Baxın görək belə bir cavab hansı variantdadır. Ən kiçik rəqəmini tapır. Y bəndi. Bu şəkildə ikinci sualda doğru cavab Y bəndi. Üçüncü suala keçirik. Python dilində tərtib olmuş proqramın nəticəsini müəyyən edin. Burada sol tərəfdə olanlar dəyişənlərdir. Sağ tərəfdə olanlar isə ifadələrdir və görürsünüz ki, sətir tipindədir. A, B, 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 C, C, C bu şəkildə dəyişən adını belə veriblər. Sonra burada artıq proseslər başlayır. A-nın qiyməti deyir, bərabər olsun C-C-yə. C-C-nin də qiyməti, baxın bu olduğuna görə. Deməli, A-nın qiyməti, indi A-dan söhbət gedir, bu oldu. Və C-C-C bərabər olur B, B, B-yə. Bunun da qiyməti bu idi. Bu, yəni, bunlar artıq ləğv olundu, yeni qiymət aldı bu şəkildə. Və çapa nə gedir? C-C-C. C-C-nin qiyməti budur. Və görür ki, ilk C-C-C-dir və elə özüdür. Onunla olmayanları silə bilərik. Sonra A-nı göstərəcək.
A'nın da qiymətinin DDD olduğunu bilirik. Burada gördüyünüz kimi bu deyil, bu da deyil. Doğru cavab B bəndi qalır. B'yə də baxsaq elə CC olaraq da qalıb. Deməli, 3-cü sualda da doğru cavab B bəndi. 4-cü suala gəlirik. Proqramlaşma dilində bir neçə dənə Pythonda daha doğrusu belə deyək, bir neçə kitabxana var. O kitabxanalardan da birincisi məhz kitabxanasıdır və bunu əlavə etməklə biz bəzi funksiyaları birbaşa istifadə edə bilirik. Bunların içərisində faktorial ola bilər, bunların içərisində əbabu, əkubu tapmaq üçün hazır funksiyalar ola bilər və eyni zamanda da square root dediyimiz burada SQRT deyirik bəzən. Bu ifadədən söhbət gedir. Bunun yazışı budur. Məhz kitabxanasına daxil edilir və sonra bu işi görürük. İndi burada gəlin bunu riyazi olaraq deyək, yazsaq daha aydın görə bilərik. Baxırıq ki, mötərizə açılıb. Yəni sürətdə olan mötərizəni buradan görürük. Mötərizəyə görə görürük ki, hər biri sürətdədir. Yəni bunu belə yazsaq, y bərabərdir 5 plus. Bu nə iş görür? Yəni buradan kitabxananı əlavə eləmişik və burada da bu deməkdir. Kök altı x. Baxın bu şəkildədir. Yəni bu iş budur. Kök altı x. Və bunu bölürük nəyə? Modul deməkdir bu. Modul x minus 4-ə. X çıxaq 4. Burada diqqətli olmalısınız. Gördüyünüz kimi burada bir dənə mötərizə yoxdur ki, deyək ki, vuraq 3 də məxrəzdədir. Vuraq 3 yuxarıdadır. Və salam. Bunu başa düşdüksə, yəni burada sadəcə diqqətli olun. Başa düşdüksə, bundan sonrası çox asandır. 5 plus kök altı x nə deməkdir? 1-dir. Yəni 6 edəcək, 6-nı 3-ə vurub x çıxaq 4. 1-dən 4 çıxanda mənfi 3 modula görə də müsbət 3 edəcək və bunlar gedəcək. 6 cavabı alınmış olacaq. 4-də A bəndi. 5-ci sualı yenə də həmin funksiya ilə bağlı olan bir məsələdir. Baxırıq, import mass, yenə əlavə olunur, float input və mass.p. Yenə də burada yazsa, y bərabərdir. Mass.p. Yəni p-dən söhbət gedir, p-ni yazıq burada. Üstə gələr, görürsünüz burada mötərizə yoxdur. Yəni məxrəcdə olan, sürətdə olan, bax bu hissədir. O zaman belə yazırıq. Bunu hələ ki yazaq. Kök altda x üstə gələ 1. Bunu yazdıq burada. Və aşağıda nə olacaq? Yenə də baxın, burada məxrəcdə yenə də diqqətli olması. Yenə modul x-in kvadratı. Vuraq 4 harada olacaq? Vuraq 4 sürətdə olacaq. Bu şəkildə bir ifadə alınacaq. Bu variantlara da baxdığımız anda 4 vuraq x plus 1 bölü x kvadratı vuraq 4 plus pi elə A bəndi düzgün gəlir. 6-cı sual. R bərabərdir 2, y bərabərdir 3. Bu ifadədə baxırıq, bunun qiymətini yazırıq. 2 olacaq, y 3-dür. 2-nin üstünə 3 gələndə nə verəcək? 5 verəcək. Və deyək ki, bu separate 23 ilə ayrılsın. Yəni, hər birinin içərisində 23 olacaq. Bu deməkdir. Yəni, bunun içərisində başqa ifadə ola bilər, boşluq ola bilər və s. və daxil 23 və 23. 2, 23, 3, 23, 5. Elə A bəndində olan varianta uyğun gəlir 6-cı sualda. Keçək 7-ci suala. Python dilində tərtib olmuş proqramın icrası zamanı x və y dəyişənlərin hər biri üçün 14 qiyməti daxil edilərsə, ekranda nə əks olunacağını müəyyən edin. Deməli, bu da 14-dür, bu da 14-dür. Z bərabərdir 10-dur. If var. X bərabərdirmi y-ə? Bəli, bərabərdir. Və and və x-in üzərinə y gələndə 28, üstünə 1 gələndə 29. 29 100-dən böyükdürmü? Böyük deyil. Yəni, and varsa, bütün şərtlər doğru olmalıdır. Şərtlərdən biri doğru olmadısa, o zaman if işləmir. Və burada baxırıq ki, z bərabərdir x plus y. Keçir avtomatik olaraq bura. Eləyəcək 28 və z vuraq 3. 28-i də 3-ə vuracaqsınız. Və burada da 84 almış olacaqsınız. 7-ci sualda Y bəndi. Gəlirik 8-ci suala. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Belə bir ifadədir. Ədəd verilib və while var, dövr var, dövrdə gedən proseslər var. S0-dır, başlanğıc olaraq 0-dır. Nə qədər ki, ədəd 99-dan böyükdürsə, dövrün gövdəsi budur, bu işləyəcək. Deməli, yazırıq burada nam bölək 10. Bu nə deməkdir? Bu ifadəni 10-a böləcəyik. 10-a bölmək nə deməkdir? Artı 9 buradan itmiş olacaq. Deməli, burada yazıram. 34, 56 və 78. 9 artıq getdi. 10-a bölməsindən alınan tam hissə. Burada isə S-in üzərinə 10-a bölünməsindən alınan faiz. Faiz nəyə bildirir? Qalığı bildirir. 10-a bölməsindən alınan qalığı bildirir.
Deməli bu ifadəni 10-a böləndə qalıq 8 alınacaq. O zaman bunun qiyməti olacaq 8. Və yenə də n almışıq bu qiyməti. Bu qiymət də 99-dan böyük olduğuna görə proses yenə gedəcək. Gələn dəfə yenə 10-a böləcək. Bu qiymət olacaq 34, 56 və 7. Bu dəfə artıq s-in qiyməti 8 idi. Üstünə qalıq 7-dir. 7-ni gəlirik 15 edəcək. Və növbəti addımda yenə də 10-a böləcək. Çünki bu 99-dan böyükdür. 345, 6 olacaq. Və ən son qiymət 6 olduğuna görə qalıq 6 eləyəcək. 15-in üstünə 6 gələcək. 21 eləyəcək. Və proses yenə gedir. Bu dəfə bu qiyməti böldük. 345 aldı. Ən son qiymət 5-dir. 21, 5 eləyəcək 26. Və yenə də gəlirik bura 34 alacaq. 34 bu şərt ödəndi, 345 ödəndi, gəlir buna 34, son qiyməti 4-dür və 26-nın üstünə 4 gəlirik, 30 alınır və növbəti addımda 34 gəlir bura, 34. 99-dan böyük olmadığına görə dövr bitir. Print S verir. S-in də ən son qiyməti gördüyünüz kimi 30 alınmış oldu. Bu addımları tək-tək yazmamağınız məsləhətdir. Mən sadəcə ümumi izah edirəm deyə belə göstərirəm. Təbii ki, məsələnin nədən ibarət olduğunu bildikdən sonra bilirsiniz ki, bu dövr bura qədər işləyəcək. Yəni 99-dan artıq böyük olmayacaq 34. Bu hissədə rəqəmləri toplayacaqsınız və bunları da addım-addım yazır. Təbii ki, burada da 9-u atmaq şərti ilə. Çünki silir sonra deyək ki, qalığı əlavə edirdi. Bu şəkildə deməli 8-ci sualda doğru cavab Y bəndi. 9-cu suala gələ bilirik. 9-cu sual burada da biz ümumiyyətlə abituriyentlərlə bunu işləyirik. Hər halda bunu izləyən şagirdlər də, müəllimlər də bunu bilirlər. Burada nədən ibarətdir proses? Deməli, əbobun tapılma qaydasıdır. Əbobu fərqli şəkildə tapa bilərik. Burada tapılma qaydalarından biri baxın bu şəkildə çıxma üsulundan göstərilib və bu nə deməkdir? Gəlin bir dənə nümunə yazaq burada. Deyək ki, birinə A yazırıq, birinə B yazırıq. Və nümunə veririk. 12 veririk, 18 veririk. Baxırıq, bu ədədlərdən hansı böyükdürsə, böyükdən kiçiyi çıxırıq və mənimsədirik həmin ədədin özünə. Yəni 18-dən 12 çıxdıq, 6 edir. Bura isə 12 olaraq qalıb. Yenə də baxırıq, hansı böyükdür? 12, 12-dən 6-nı çıxırıq və burada 6 qalır. Burada da 6 qalır. Və artıq burada hər ikisi 6 alınanda dayanırıq. Yəni deməli bunun əvvəlində belə şərt verə bilərik də. Nə qədər ki A bərabər deyilsə B-yə, o zaman bu dövr işləsin. Böyüyə baxsın, böyükdən kiçiyini çıxsın. Böyükdən kiçiyi çıxsın. Ta ki bir-birinə bərabər olana qədər. Burada A və ya da ki B elə əbobdur. Bunu bildik yəqin ki. Bu hissədə onu bildirir. Baxın, hansı böyükdürsə A bərabər A çıxaq B, əks halda B bərabər B çıxaq A. Əbobu tapırıq. Təbii ki, əbobu fərqli şəkildə yaza bilərsiniz dedim, amma üsullardan birini də göstərmək istəyirəm. Bu da var. Bununla da yazıla bilər, gələcəkdə bilərsiniz. Deyək ki, yenə də 12, 18 daxil eləmişik. Bu dəfə də baxırsınız, hansı böyükdür? Böyüyü kiçiyə bölüb qalığını yazırsınız. 18-in 12-yə bölünməsindən alınan qalıq 6-dır. Burada isə 12 qalıb. Növbəti dəfədə baxırsınız, yenə də 12 böyükdür. 12-ni 6-ya böləndə qalıq 0, burada isə 6 qalıb. Bunun şərtini necə verəcəksiniz? Bunun şərtini belə veririk. While nə qədər ki A 0 deyil və and B 0 deyil. Yəni ikisindən biri 0 olsa dövr dayanacaq. Dövr dayansa elə bunların cəmi, A ilə B-nin cəmi yekunda bizə yenə də əbobu verir. İndi burada yuxarıdakı üsuldan tapılma qaydası göstərilib. Və sonra bu necə edir? Yəni bunun davamı var. Yəni burada sadəcə əbobu tapılan hissə budur. Burada görürsünüz ki, P bölək A var, bu da hasil deməkdir. Xatırlayırsınız, əkob bərabər deyir. A vuraq B bölək əbob. Əboba A və B-nin əboba nisbəti nə deməkdir? Bu əkobu verir. Bu da eyni şeydir. P bölək A. P nədir burada? Hasildir. Əbobda tapdıq burada. Ya A ya B bu şəkildə A yazılıb burada. Və int ona görə çevrilir ki, bilirsiniz burada tək bölmə qalıqlı şəkildə göstərə bilir. Int isə tam hissəsini tapmış olacaq. Və burada bəs niyə A vuraq B-ni yekunda yazmır? Çünki yekunda A vuraq B dəyişir. Daha doğrusu A ilə B dəyişir deyə nəticə dəyişəcək. Ona görə ilk öncə bunu bir-birinə vurub P dəyişənə mənimsədilib. Bundan sonra artıq P olduğu kimi qalır. Digər A, B-nin dəyişməsi həmin bu əkobun yekun nəticəsinə təsir eləmir.
Yəni demək istədiyim budur ki, tək-tək bu qiymətləri yoxlamağınıza ehtiyac yoxdur. Artıq bildiniz ki, söhbət nədən gedir? A-nı, B-ni götürdünüz. 16 və 24. Bu arada yazaq, burada yazaq. 16-nı vurduq 24-ə və bölürük bunların əbobuna. Əbobu da burada 8-dir. 16, 8, 2, 2-ni 24-ə vuranda 48 cavabı almış oluruq. 9-cu sualda. Deməli, 10-cu suala gələ bilərik. Python dilində tərtib olunmuş proqramın icrasından sonra çap olunacaq ət simvolunun ümumi sayını müəyyən edin. Bu simvoldan söhbət gedir. Burada baxmalıyıq. Bir neçə dəfə qiymət dəyişir və if var, elif var. Step 1-dir, addım 1-dir. Və bu nə qədər ki 8-dən kiçikdir, proses gedəcək. Bu şəkildə yazaq. Deməli, ilk öncə 1, bəli, 8-dən kiçikdir. Ona görə dövr işləyəcək. Stepin üzərinə üst gəlirik. Bu neçə edəcək? 1-in üstə 3, 4 edəcək. Gəlin burada belə bir şəkildə yazaq. Yuxarıda olanlar, həmin bu step dəyişəninin qiymətləri olsun. Aşağıda isə ət işarəsinin sayını yazarıq. Bu adlı və ardıcıl olaraq ət işarəsi çapa getdi. Yəni, bir dəfə ət işarəsi burada getdi. Sonra yoxlayırıq. Həmin step hazırda 4-dür. 4 5-dən böyükdürmü? Xeyr, if işləmədi. Əks halda əgər 4-ü 2-yə böləndə deyir, qalıqda 0 alınmır. Hansı ki alınır? O zaman burada işləmədi. Print ət işarələrini çapa verdi. Yəni 2 dənə də ət işarəsi burada işləmiş olacaq. Və belə yazıram burada. Oldu. Elə ikisini burada yazıram. Sonra yekun hesablayarıq. İkisi burada çapa getdi. Növbəti adımda gəlirik. Artıq bu 4-dür. 4 8-dən kiçik olduğuna görə dövr yenə də işləyəcək. Bu olacaq 7. Və yenə də bir dənə burada çıxmış olacaq. Və yoxlayırıq. 7 5-dən böyükdürmü? Bəli, if işlədi. 7 5-dən böyük olduğuna görə 3 dənə burada ət işarəsi görülmüş olacaq. If işlədi deyə elif işləməyəcək. Amma yekunda print bir daha işləyəcək və 2 dənə də burada olmuş olacaq. Və yenə 7-dir. 7 8-dən kiçikdirmi? Üstünə üst gəlirik, 10 edir. Və bir dənə də bunu çap elədi. 10 5-dən böyükdürmü? Bəli. 3 dənə daha burada görülmüş olacaq. If işlədi deyə elif işləməyəcək və gəlirik burada, ikisi də burada çap olmuş olacaq. Və gəlirik 10 8-dən kiçikdirmi? Xeyr. Dövr bitdi. Dövr bitdikdən sonra bunları saya bilərik ki, neçə elədi? 3 dənə burada, 3 dənə burada, 3 dənə burada. 9 və 6 dənə burada 15 cavabı almış olduq. 10-cu sual bu şəkildə idi. 11-ci suala keçək. Görək nə deyir. Python dilində tərtib olmuş proqramın nəticəsini müəyyən edin. Deməli, burada n 5-dir. N kvadratı 25-dir. Və bilirik ki, burada 25-in özü daxil deyil. Yəni, bunu belə yaza bilərik. 5 və 25. Bu şəkildə yazır və bu aralıqda olan ədədlərdən 3-ə bölünəndə qalıqda 1 alınanlar və eyni zamanda 5-ə bölünəndə qalıqda 2 alınanlar varsa onları toplayacaq. S-də ilk başda 0-dır. Deməli, burada yazıram, hər kəsə aydın olsun. 5 daxildir bura, 6 daxildir, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. Bu qiymətlər bura daxildir. Və buradan yoxlayaq ki, bu şərti hansılar ödəyir? 5-i 3-ə böləndə qalıqda 1 alınmır. Ənd olduğuna görə bir şərt pozulursa digərinə baxmaya ehtiyac yoxdur. 6-nı 3-ə böləndə qalıqda 0 alınır, tam bölünür deyə. Hətta belə də baxa bilərsiniz. 9 da 3-ə bölünür, 15-ə bölünür, tam bölünməlidir. 12, bunlara daha sürətli yox deyə bilərsiniz. 15 həmçinin və gəlirik burada 18 həmçinin, 21 həmçinin, 20 də həmçinin. Bunlar avtomatik olaraq 3-ə bölünənlər, yəni qalıqda 0 alınanlardır və 5-ə bölünəndə qalıqda 0 alınanlardır. Bizə 3-ə bölünəndə 1, 5-ə bölünəndə 2 alınanlardır qalıqda. 7-ni 3-ə böləndə qalıqda 1 alınırmı? 2 dəfə 3, 6, qalıqda 1 alınır. 7-ni 5-ə böləndə qalıqda 2 alınırmı? Bəli, bu işlədi. 7-ni götürdük. 8-də 1 alınmır. 8-i 3-ə böləndə alınmır, sildik. 11-də 11-i 5-ə böləndə 2 dəfə 5, 10, qalıq 1 alınacaq deyə bunu da silirik. 13 həmçinin, 13 gəlsək,
4 dəfə 12 qalıqda 1 alınacaq. 13-ü 5-ə böləndə 2 dəfə 5 10, amma qalıqda 2 alınmayacaq deyə silirik. 14-ə gəlirik. 14-ü 3-ə böləndə qalıqda 1 alınmır. 16-ya gəlirik. 16-nı 5-ə böləndə qalıqda 2 alınmır. 17-yə gəlirik. 17-ni 3-ə böləndə qalıqda yenə də 1 alınmır. 19-u 3-ə böləndə qalıqda 1 alınır, amma 19-u 5-ə böləndə qalıqda 2 alınmır. O zaman bunu da sildik. Və 22-yə gəlirik burada. 22-ni 3-ə böləndə qalıqda 1 alınır. 22-ni 5-ə böləndə qalıqda 2 alınır. Deməli, 2 qiymət gördük burada. 7 və 22. Bunların ikisinin cəmi soruşur. Doğru cavab 29. 11-ci sualda. Keçək 12-ci suala. Python dilində tərtib olmuş proqramın nəticəsini müəyyən edin. Import math n bərabər 20, t bərabər int math.sqrt n s bərabər 0 və belə bir aralıq verilib. Deməli, ilk öncə bunu gəlin tapaq. Bu ifadə bizə nə verir? Az öncə dedik. Bu ifadə bizə verir kök altda 20. Kök altda 20-ni nəyə çeviririk? Intə. Int nə deməkdir? Tam hissə. Kök altı ifadə bilirsiniz ki, kök altda 16 yazsaq ekranda 4.0 çıxacaq. Və ya da ki 17 yazsaq 4 tam neçə çıxacaq. Ona görə onu intə çevir. 20-dən də 4 tam neçə çıxacaq. Yəni tam olaraq 4 qalır. Tam hissə. T plus 1. Yəni bura 4 plus 1 5 olacaq. Amma i-nin aldığı qiymətlər bilirsiniz ki 1, 2, 3, 4. 5 bura daxil deyil. Bu nə deməkdir? Burada dövr 4 dəfə işləyəcək deməkdir. Və hər dəfə n isə 20 olaraq qalıb. N-i i-yə böləndə qalıqda 0 alınırsa, bu ifadələr qiymət dəyişikliyi olacaq. Deməli, bilirik ki, n 3-ə bölünməyəcək, amma 1-ə, 2-yə, 4-ə bölünəcək. 20 1-ə bölünəndə birinci bunu götürürük. Bölünürmü? Bəli. S bərabər S plus i. S-in başlanğıc qiyməti 0-dır. i də 1 olduğuna görə, baxın, bundan danışırıq. Oldu 1. B bərabərdir m bölə i. Həmin 20-ni i-yə böləndə elə yenə də 20 alınmış olur. Və s bərabər S plus 1, B, S ilə B 21 nəticəsini vermiş olacaq. Bu bitdi. Keçirik bura. Təbii ki, n 2-yə bölündüyünə görə dövr davam edəcək. Və S bərabər S plus i. Baxırıq, S plus i. S-in qiyməti ən son 21-dir. Üstünə gəlir 2. O olur 23. B bərabər m bölə i. 20-nin 2-yə bölünməsindən alınan qiymət 10-dur. Və bunları toplayanda 33 qiymətini almış oluruq. Və gəlirik 3-də dövr işləmir, keçirik 4-ə. 4-də yoxlayırıq S plus i. S qiyməti 33-dür, i də 4-dür. Bu edir 37. M bölə i. Onu 4-ə böləndə tam hissə 5 alınır. Və S bərabər S plus B. 37-nin üstünə 5 gəlirik, 42 almış oluruq. Gördüyünüz kimi burada dövr bitdi və bunu yoxlayırıq. T vuraq T. Baxırıq ki, T 4 idi. 4 vuraq 4, 16 verir. Deyir ki, 16 ilə 20-yə bərabərdirmi? Xeyr, o zaman bu if işləmir. If işləmir, keçirik print S. S-in də ən son qiyməti 42 burada görmüş oldunuz 12-ci sualda. 13-cü sual. Python dilində tərtib olmuş proqramın nəticəsini müəyyən edin. S bərabərdir 0, for x in range 3, 6. Bu o deməkdir ki, x-in aldığı qiymətlər 3-dür, 4-dür, 5-dir. 6 bura daxil deyil. Və bu şərti yoxlamamız lazımdır. Və bunu da qeyd edim ki, if-lər varsa hər bir ifi ayrıca yoxlayırıq. Amma S olduqda, əgər if işləməsə, S işləyəcək. Bu o deməkdir. Və bu S ancaq özündən əvvəlki ifə tabidir, buna tabidir. Baxırıq. X faiz 2 bərabərdir, 1 deyil. Yəni, x neçədir? Hal-hazırda 3-dən. 3-dür. 3-ü 2-yə böləndə deyil. Qalıqda 1 alınmır. Hansı ki, alınır. O zaman bu if işləmədi. 3-ü 4-ə böləndə deyir, qalıqda 1 alınır. 3-ü 4-ə böləndə qalıqda 3 alınır. Bu da işləmədi. Gəlirik, 3-ü 5-ə böləndə qalıqda 2 alınır dedi. Bu da işləmədi. O zaman S avtomatik olaraq işləyir. S-in başlanğıc qiyməti 0-dır. 0 üstə gələ x, yəni 3, üstünə də 2 gəlirik. Bu bizə verir elə 5. Və bu isə hər zaman işləyir. Çünki if-in S-in içində deyil, gördüyünüz kimi eyni sıradadır. Və S artıq 5-dir. 5-in üzərinə gəlirik 3, 8, üstünə də 1, 9. Gəlirik, bunu yekunlaşdırdıq. 4-cü addıma gəlirik. Daha doğrusu 4 olan hissəyə gəlirik.
Burada yoxlayırıq. 4-ü 2-yə böləndə deyir, qalıqda 1 alınmır. 4-ü 2-yə böləndə bəli, qalıqda 0 alınır. Bunu düz deyil, o zaman bu işlədir. Və bunun da o zaman qiymətini burada yazaq. S plus S-in qiyməti 9-dur. Üstündən gəlirik 4 edir 13, üstündən də 2, bu eləyəcək 15. Yenidən bunu yoxlayırıq. 4-ü 4-ə böləndə 1 alınır, bu işləmir. 4-ü 5-ə böləndə 2 alınır, bu da işləmədi. Əks halda işləyəcək o zaman. S-in 15-in üstündən gəlirik 4, 19 üstündə 2, 21. Bu isə yenə də artır. 21-in üzərinə gələcəyik 4, 25 bu olacaq 26. Bu da getdi, gəlirik 5 halına. 5-i 2-yə böləndə qalıqda 1 alınmır deyir. Hansı ki 1 alınır, yenə işləmədi. 5-i 4-ə böləndə qalıqda 1 alınır. Bəli, 5-i 4-ə böləndə qalıqda 1 alınır. Bu da olacaq o zaman S bərabər S plus X plus 3. En son S 26'dır. Üstündən 5 gəlir. 31 üstündən 3, 34. Və yenə yoxlayırıq. 5-i 5-ə böləndə qalıqda 2 alınmır deyə burada işləmədi. Və əks halda işləyəcək. Gəlirik burada S plus X plus 2. S neçədir? Burada baxırıq. En son 34 almışıq. Üstündən 5 gəlir. 39 və 2, 41. Və eyni zamanda burada yenə də S-in 41-in üzərinə gəlirik 5, 46, üstündə 1, 47 gəlmiş olduq. Və artıq 5-də bitdi. Başqa bir qiymət qalmadı. Print S. S-in də ən son qiymətini 47 aldıq. 13-cü sualda doğru cavab C bəndi. 14-cü suala keçə bilərik. Proqram icra edilərkən klaviaturadan 7 daxil edilərsə, hansı qiymət ekranda əks olunmaz? Baxırıq burada. A bərabərdir int input, A bərabərdir 1, B bərabərdir 1, for belə bir qiymət gedir və dövrün gövdəsi burada çalışır. Əslində bir qədər sonra bu hansı bir ifadə olduğunu deyəcəm, amma istəyirəm ki, ilk öncə belə deyim. Çünki onu bilməsəz, onsuz da bu şəkildə yazmalısınız. Deməli, A bərabərdir 1, B bərabərdir 1. 2-dən n plus 1-ə qədər 7 daxil edilərsə, bura 8 olacaq. Amma z-in deyək, hətta 3 dənə z-dir. Aldığı qiymətlər 2, 3, 4, 5, 6, 7-dir. 8 ora daxil deyil. Bu qədər sayda dövr işləyəcək. Və hər dəfə nə edəcək? R bərabərdir A plus B. A ilə B-ni topladıq. Bu bizə verəcək 2. Növbəti addımda A bərabərdir B olacaq. A bərabərdir B. Burada artıq A neçədir? 1'dir, B də 1'dir. Yəni elə bu bərabər olacaq 1-ə. Və B isə bərabər olacaq R-ə, 2-yə. Print R, yəni R də neçədir? 2-ni çap edəcək. Bu şəkildə yazdıq. İndi növbəti addımda bu dövr dəyişəcək. Bunu yoxladıq. Keçirik buna. Burada yox. Yenə də R bərabər A plus B. Artıq A ilə B-nin yeni qiyməti var. Bunlar olacaq 3. A bərabərdir B olacaq. A bərabərdir, yəni 2 olacaq. B də bərabərdir 3 olacaq. Print R, R neçədir? 3'dür və 3'ü çap elədik. Yenə gəlirik, artıq bunları elədik. 4-cü olan z-in qiyməti 4'dür. Və burada dövr bir daha işləyəcək. Və baxacağıq, burada nə edəcək? A plus B. Görəcəyik ki, A-nın üstə B gəlirik, 5 eləyəcək. A bərabər B olacaq, 3 olacaq. B də bərabər R olacaq, 5 olacaq və print R 5'i çap eləyəcək. Bir dənə də yoxlayaq, 4 getdi, bura gəlirik. 5 bərabər 5 olan halda, yəni A plus B. 5'in üstünə üst gəlirik 8 və burada baxırıq ki, A bərabərdir B, yəni 5. Burada yenə 8, burada 8'i çap edəcək. Bu ardıcıllığı görürsünüz artıq. 2, 3, 5, 8 bu şəkildə qiymət gedir. Bunu bilənləriniz var, amma yenə də burada yazıram. 2, burada olacaq 3, burada olacaq 5, burada olacaq 8, burada olacaq 13, burada olacaq 21. Sonra davam edərsək 34, 55. Yəni bu şəkildə gedir. Buna baxsaq, buna nə deyirik? Buna deyirik Fibonacci ardıcıllığı. Yəni demək istədiyim budur ki, əgər siz burada bilirsiniz ki, həmin o ardıcıllıqdan söhbət gedir, tək-tək bunları yoxlamağa ehtiyac yoxdur. Çünki bilirsiniz ki, dövr neçə dəfə işləyəcək və buna uyğun olaraq hər dəfə hansı qiyməti çıxardacaq. Burada baxdığımız anda gördük ki, 2'ni çıxartdı burada. Sonra 3'ü çıxartdı gördük, 5'i çıxartdı gördük və görürük ki, 8'i çıxartdı. Bundan sonra bir dənə gedəcək, 21'i çıxardacaq və ən nəhayət çıxartmadığı 34'ü burada görəcəksiniz. Yəni bu şəkildə
qiymətləri burada baxıb yenə də yoxlaya bilərsiniz. Təbii ki, burada onsuz da gördüyünüz ki, ikisi qalmışdı. Yenə də yoxlasaq 21 çıxardacaq. Bu şəkildə çıxartmadığı 7 olacaq. Doğru, üzr istəyirəm, C olacaq 14-cü sualda. Keçid alaq növbəti suala. 15-ci sual. Proqramın icrasından sonra ekranda hansı simvol əks olunmaz? Burada baxırıq ki, L bərabərdir 1-dir. Və burada deyir ki, əgər L 1-dirsə o zaman nida işarəsini çıxarsın. Nida işarəsi çıxacaq. Bizdən olmayanları soruşur. L faiz 2 bərabərdir 1-dir. 1 2-yə bölündə bəli, qalıqda 1 edir deyə bu da işləyir və DS-i çıxardacaq. Ona görə bunu silə bilərik. 1-i 4-ə bölündə tam hissə 0 edirmi? Bəli, bu da işləyir. O zaman dollar işarəsi də görünəcək. Və bunun içərisində yenə də başqa bir if else var. L böyükdürmü mənfi 1-dən? L 1-dir. 1 mənfi 1-dən böyük olduğuna görə bu da işləyir. Və o zaman faiz işarəsi çıxacaq. If işlədirsə elif işlənməyəcək, yəni bərabər işarəsi görünməyəcək. 15-ci sualda da doğru cavab D bəndi. Gəlirik 16-cı suala. Deməli 16-cı sualda bu şəkildə. Python dilində tərtib olunmuş proqram icra edilərkən klaviaturadan 49 daxil edilərsə, hansı qiymətin ekranda əks olunacağını müəyyən edin. Deməli burada 49 yazırıq. Və S bərabər 0, K bərabər 1-dir. Nə qədər ki, ədəd 0-dan böyükdür, bu işi görəcək. Bu işdə nə deməkdir? Baxırıq, burada qeyd edirik. 49-un 7-yə bölməsindən alınan qalıq. 49-u 7-yə bölündə tam hissə. 7 alınır, qalıq da 0 alınır. S bərabərdir. S plus K vuraq R. K 1-dir, 1-i R-ə vururuq. O da 0 edəcəyinə görə də yenə də 0 olmuş olacaq. K bərabərdir. K vuraq 10. 1-i vururuq 10-a. Bu deyilir 10. N bərabər N bölək 7. 49-u 7-yə bölür, tam hissə 7 alınmış olur. Və gəlir 7 0-dan böyük olduğuna görə 7-nin 7-yə böləndə yenə də qalıq 0 edir. S plus K vuraq R. K vuraq R. R 0 olduğuna görə, S də 0 olduğuna görə yenə də cəmdə 0 olmuş olacaq. K vuraq 10. K'nın qiyməti 10 idi. 10'u 10'a vurduq. 100 almış olduq. Və N bərabərdir. N bölək 7. 7-nin 7-yə böləndə tam hissə 1. Və yenə gəlirik. 1 0-dan böyük olduğuna görə dövr işləyəcək. R bərabər N faiz 7. 1-i 7-yə böləndə tam hissə 1. S bərabər S plus K vuraq R. S 0'dır. K da 100'dür. R isə 1'dir. Olacaq 100. Və K vuraq 10. Bu olacaq 1000. N bərabərdir. N bölək 7. 1'i 7'yə böləndə tam hissə 0. Və burada gələcək 0 0-dan böyük olmayacağına görə dövr bitəcək. Dövr bitdi və print S. S neçədir? 100 qiymətidir. Doğru cavab 16-da A bəndi. 17-ci sual. N dəyişənin daxil olunmuş hansı ən kiçik qiymətində proqram 6 ədədini çıxışa verər? Deməli bu tip məsələdə baxmalıyıq ki, dövrlərin sayı nə qədər davam edib. Deməli S sonunda 6 olub. S-in başlanğıc qiyməti nədir? 0-dır. Və hər dəfədə 2 varid artıbsa, deməli S-in qiyməti çöldə 0 olubsa, bu növbət dəfədə 2 olacaq, növbət dəfədə 4 olacaq, növbət dəfədə 6 olub. Yəni görürük ki, burada dövr 3 dəfə işləyib. Dövr 3 dəfə işləyibsə və deməli bu da 3 dəfə işləyib. Yəni hər biri 3 dəfə işləyib. Və bu necə olacaq? Birincisində 2 vuraq N, sonra yenə də buna vuranda 4 N, sonra da 8 N bu şəkildə olacaq. Və burada baxırıq ki, dövrün şərti necədir? N kiçikdir 50. Bu nə zaman pozula bilir? N böyük bərabərdir 50 olanda pozulur. Artıq 3 dövrdən sonra 8 N olacağına görə böyük bərabərdir 50. N böyük bərabərdir 6 tam neçə? Bu şəkildə düşür. Bundan da sonraki qiymət 7-dir 17-ci sualda. İcra edilərkən öncə 102, daha sonra 9 daxil edilərsə proqramın nəticəsini müəyyən edin. Deməli bura 102 yazırıq. Buraya isə nə idi? 9 yazırıq. Bunlar daxil edildi. A böyük bərabərdir B, A çıxaq B. Nə qədər ki A B-dən böyük bərabərdir, A-dan B-ni çıxır. Yəni bunu 102 gələn dəfə 9 çıxacaq. Bu şəkildə yazsaq çox zamanımız gedə bilər. Bizə lazım ki, buradakı dövrlərin sayından istifadə edək. A böyük bərabərdir B halında dövr işləyəcək. Elə ki A kiçik B olanda artıq dövr işləməyəcək. Burada elə əgər 102-ni biz 9-a bölsək, buradakı baxa bilərik, bu şərt 11 dəfə 99 edir də hər halda və qalıq da 3.
Elə yekununda bizə veriləcək nəticə də budur. Buradan tapdıq. 19-cu suala baxa bilərik. Dövrün gövdəsində neçə dəfə icra olunacağını müəyyən edin. Burada da baxırıq. While x kiçik bərabərdir 100-dən, print x bərabər x plus 2. Və belə deyək, başlanğıc qiyməti 0-dır. 0 100-dən kiçik bərabərdir, 0-ı çıxardacaq. Dövr işləyəcək demək ki. Gələcək bu ən son 2 artacaq da görürsünüz buradan. Gələcək bu ən son 98-ə deyək hələ ki. 90 buradan yazırıq. 98. 98 100-dən kiçik bərabər olduğuna görə bir dəfə 98-i çıxardacaq. Üstünə 2 gələcək. Bu olacaq 100. 100 də 100-dən kiçik bərabər olacağına görə yenə çıxardacaq. Və 102 olacaq. 102 100-dən kiçik bərabər olmadığına görə dövr bitəcək. İndi 0 daxil, 100 daxil. Bu aralıqda neçə cüt ədəd var? Bunu da bilirsiniz ki, 0 da burada sayılırsa normalda 50-dir. 0 da sayılırsa 51 deyə biləcəyik 19-cu sualda. 20-ci sual. M və x natural ədədləri üçün S dəyişəninin çıxış qiyməti hansı ifadə ilə təyin edilə bilər? M və x daxil olunur. Burada S bərabər 0-dır, P bərabər x-dir. For in range 1-dən n plus 1-ə qədər və dövrün gövdəsi budur. S plus P. Deyək ki, burada bir qiymətlər daxil olunduqda artıq baxacağıq nə proses gedir. S plus P. Deyək ki, baxın bu şəkildə nəzərdə alsaq. S neçədir? 0-dır. Üstünə P gəlirik. P də nədir? X-dir. Və P vura X. X-i də X-ə vuranda növbət dəfə olacaq X-in kvadratı. Dövr yenə davam edəcək. S plus P. S X olduğuna görə üstünə P gələcək. Olacaq X plus X kvadratı. Bu isə olacaq X kubu. Daha doğrusu burada üstəlik deyil, sadəcə ədədin qiymətidir. Növbəti adımda yenə də bunun üzərinə gələcək, x plus x kvadratının üzərinə gələcək x kubu. Və bu isə olacaq x üstü 4. Bu proses bu şəkildə gedəcək. Və bunları nəzərə alsaq və tapacağıq ki, burada x plus x kvadratı x kubu plus x üstü n, baxın C bəndi bu şəkildə gedir. Yəni x üstü n-ə qədər bu proses gedəcək. 21-ci sual. Deməli, klaviaturadan daxil ediləcək n sayda natural ədədin hasilini tapan proqram kodunda uyğun olaraq sual 1, sual 2 əvəzinə nə yazılmalıdır? Yəni, buralara nə yazılmalıdır? N bərabər int input s bərabərdir 1, i bərabər 1. Nə qədər ki, i n-dən kiçik bərabərdir. I daxil olunur və i artmalıdır. Burada addım-addım artması lazımdır. Və elə o da burada olacaq. I bərabər i plus 1. I bərabər i plus 1 olmayanları silə bilərik. Bu getdi. Getdi. Burada var. I bərabər i plus 1. Amma bu 1 ilə 2-nin yer dəyişikliyi də var. Bu ardıcıllıq yerinə qorunmalıdır burada. Və burada i bərabər i plus 1 və burada da var. Və bizdən hasil dediyinə görə, üstəlikdəki n sayda ədəd dediyinə görə bu bizim neçə ədəd daxil edəcəyimizi bildirir. Amma daxil etdiyimiz ədədlərdə olması lazım. Ona görə bir dənə input lazımdır. Int input da burada var və s-ə vurur. Üstəlik i bərabər i plus 1 ilə doğru cavab 21-də A bəndi. 22-ci sual. Proqram nəyi çap edir? I bərabərdir 100, C bərabər 0-dır. I 0-dan böyük olduğu müddətdə bu işi görürük. Buradan görürük ki, I kubudur bu. Bunu indidən baxa bilərik. Çünki bu qüvvətdir. I də hər dəfə bir vahid azalacaq. Nə qədər ki, I 0-dan böyükdür. Deməli, 200-dən başlayacaq. 1-i də yoxlayacaq. Yəni ki, bunu başa düşdük. 200-dür. Yəni 200 0-dan böyükdür. Bəli. O zaman bunun üzərinə gəlsin. C yəni 0-dır. 0-ın üzərinə gəlirik. 200-ün kubu. 200-ün kubu. Növbəti addımda i-dən 1 çıxırıq. Olacaq 1199. 199 0-dan böyükdür. Bunun üzərinə gələcək 199-un kubu. Yəni bu şəkildə azala gələcək. Ən nəhayət 1-in kubunda çıxardacaq. Və 1-dən 1 çıxacaq. 0 alınacaq. 0 0-dan böyük olmayacağına görə dövr bitəcək. Yəni burada gördük ki 201 bura daxildir. Deməli bu parçaları silə bilərik. Bunu da silə bilərik. Qaldı ikisi. Burada 1-200 parçasında olan natural ədədlərin cəmi deyilir. Burada natural ədədlərin kublar cəmi və bir yaxda dediyim kimi burada kublar var idi. Doğru cavab 22-də Y bəndi. 23-cü sual. Python dilində tərtib olmuş proqramın nəticəsini müəyyən edin. Artıq açıq tipli suallara gəldik, çatdıq. While n bərabər 0-dır. Nə qədər ki ədədi, daha doğrusu n 0 deyil, t vuraq 10, üstə ilə n faiz 10. Bunu belə yazaq. Deyək ki, bu şəkildə yazası olsaq, n bəli 0-dan fərqli, t-ni vurduq 10-a. T 0-dır. 0-ı 10-a vuranda elə 0 edəcək. 0-ın üzərindən gəlir n faiz 10. Ədədin 10-a bölməsini alınan qalıq 4-də burada 4 olacaq. N bərabərdir n bölək 10. Bu da olacaq 32
21. Bu yaxşı üsuldur ki, ədədin rəqəmlərinin tərsinə yazılma üsuludur. Amma yenə də yazaq da burada belə deyim. Bunu yazdıq bu şəkildə. Növbəti addımda yenə də bunun üzərinə gələcəyik. n-10, yəni 1 və daha doğrusu t vuraq 10'un üzərinə. T neçədə artı? T 4'dür. 4'ü 10'a vuranda 40 edir və üstünə də 1 gələndə qalıq 1'dir, 41 edəcək. Bu olacaq 322. Növbəti addımda bunu artı t vuraq 10 bildirsin nə deməkdir? 41 10'a vuranda bu edəcək 410 və üstünə də gəlirik bunun qalığını 412. Bu olacaq 32. Bunun üstündən yazacağım. Yenə də bu sıfıra bərabər olmadığına görə bunu vuracağıq. 4, 1 olacaq 4120 üstünə 2 gələcək. 4122'ni görəcəyik. Burada artıq 3 qalacaq. 3 sıfırdan fərqli olduğuna görə yenə də bunu vuracaq ona üstünə gələcək 3. Yəni 41, 22 və üstünə də 3 gəlirik bu şəkildə. Olmuş olacaq və eyni zamanda burada olacaq 0. 0 sıfırdan fərqlidirmi? Xeyr, dövr bitdi. Print t, t'nin də ən son qiymətini burada aldıq. Nə aldıq? Buradan baxırıq ki, həmin bu ifadənin tərsini almış olduq. 41 223. Ədədin rəqəmlərin tərsinə yazılan Python kodlarından biri budur. Bunu aldıq. Deməli 41223. 24-cü sualda Python dilində tərtib olunmuş proqram icra edilərkən klaviaturadan 10 daxil edilərsə ekranda nə əks olunacağını müəyyən edin. Burada qiymətlər verilib. İlk öncə bunun qiymətini burada yazıram. Nə oldu? Bunun qiyməti oldu 5. I kiçik bərabərdirmi y-dən? Y neçədir? 5'dir. I də neçədir? 1'dir. If n faiz i. N burada dəyişməyib. N-i, onu i-yə. I neçədir? 1'dir. Böləndə qalıqda 0 alınmır. Bəli, if işlədi. O zaman c bərabər c plus 1. Bu oldu 2. C çünki 1 idi. Başlanğıc olaraq. Bu oldu 2. Və sonra davam edirik. I bərabər i plus 1 olur. I də olacaq 2. 2. Burada yazıram. 5'dən kiçik bərabərdirmi? Bəli. N-i, yəni 10'u i-yə, i də neçədir? 2. Böləndə qalıqda 0 alınacağına görə yenə if işlədir. C bərabər c plus 1, bura olacaq 3. I də olacaq 3. Və gəlirik bura. Yenə də 3 5'dən kiçik bərabər olduğuna görə n 10'u 3'ə böləndə qalıqda 0 alınırmı? Xeyr. 10'u 3'ə böləndə qalıqda 0 alınmadı, amma i artdı. Bura olduğu kimi qalır. Belə yazıram. Bura isə 1 bayt artdı, 4 oldu. Gəlirik 4 5'dən kiçik bərabərdirmi? Bəli. 10'u 4'ə böləndə qalıqda 0 alınırmı? 10'u 4'ə böləndə qalıqda 0 alınmır. C artmadı. Bu isə artdı oldu 5. 5 5'dən kiçik bərabərdirmi? Bəli. O zaman gəlir 10'u 5'ə böləndə qalıqda 0 alınır. Bəli. Bu artdı. Bu olur 4. Bu oldu 6. 6 5'dən kiçik bərabərdirmi? Xeyr. Və çapa nə gedəcək? Çapa gedəcək C. 24-cü sualda deməli doğru cavab 4 olmuş oldu. C-nin qiyməti. 25-ci sual. S dəyişəninin klaviaturadan daxil edəcək hansı qiymətində proqram çıxışa 105 ədədini verir? Deməli, burada 105 ədədi alınacaq. Bura baxırıq ki, x bərabərlik 1 verilib. Başlanğıc qiyməti verilib və buradan da biz çıxarda bilərik ki, bu şərt nə zaman pozulacaq? X böyük bərabərdir 20 olduqda pozulacaq. Və x-in də hər dəfə 4 vahid artdığını burada görə bilirik. Deməli, 4 vahid artacaq. X-in qiyməti əvvəl olacaq. X bərabərdir 1, sonra 4 gələcək üstünə 5 olacaq, sonra 9 olacaq, sonra 13, 17, 21 olacaq, amma 21 bu şərti ödəməyəcəyinə görə dövr dayanacaq. Yəni çünki 21 20-dən kiçik deyil. Ona görə dövr dayanacaq və hər dəfə də nə edəcək? S-in üzərinə gələcək. S bərabərdir. Həmin bu S ilk öncə nədirsə, onun üzərinə gəlir 2 vura x. Yəni 2-ni vuracaq x-a. 2-nin də hər dəfə x-a vurub toplayacaq da, yəni s olaraq. Bu da belə olacaq. 2 vuraq 1 plus 5 plus 9 plus 13 plus 17. Bu da bərabər olacaq nəyə? Bu da bərabərdir. 2 vuraq 6 9 15 13 17. Bu da 30 45 45. Bu da bərabərdir 90-a. Burada baxırıq ki, s-in qiyməti deyək ki, s bərabərdir belə olacaq da, yəni artıq s plus 90. Burada 105'dir. Burada s'dir plus 90'dır. S də bərabərdir 105'dən 90 çıxanda 15. S'in ilkin qiyməti 15 oldu.
Deməli burada da doğru cavab 15. 26-ya keçid alırıq. Tərtib edilmiş proqram belə bir qiymətlər ədədlərinin hər biri üçün icra edilərsə yes ifadəsi ekranda neçə dəfə əks olunur. Bu qiymətlərə baxacağıq, amma burada baxmaq lazımdır ki, ümumiyyətlə bu proqram təxmini nə iş görür, ona görə yəni bir-bir ədədləri yoxlayıb qiymətləri tapmağa çalışsaz çox vaxtınız gedəcək. Deməli, bura baxırıq ki, L bərabər 1 olarsa yes deyəcək, əks halda nə olacaq? L 1 nə zaman ola bilər? Bu arada L 0-dır burada. R faiz 2 bərabər 0 olanda. R nədir? R də baxırıq ki, ədədin ona bölməsindən alınan rəqəm. Ona bölməsindən alınan rəqəm nə deməkdir? Son rəqəmindən söhbət gedir. Və ümumi while şərtdə budur ki, L 1 deyilsə və n 0-dan böyüksə. Gəlin bir dənə qiymət yerinə qoyaq. Daha aydın olacaq yəqin ki, onu yazsaq. Bunun qiyməti budur. 101,23. İlk qiyməti burada qoyuruq. Və bu şərt ödənilirmi? Bəli. 0 1 deyil və n də 0-dan böyükdür. R bərabər n faiz 10. Nə deməkdir? Ədədin son rəqəmi. Ona bölməsindən alınan qalıq yəni 3. N bərabər n bölək 10. Bu ifadənin də ona böləndə tam hissəsində alınır? Min 12. Bunu yazdıq. R faiz 2 bərabərdirmi 0-a? R 3'dür. 3'ü 2'ye böləndə qalıqda 0 alınırmı? Xeyr. O zaman bu R işləmədi. Dövrün gövdəsi bitməlidir ki, sonra bu axırda if-lə L'si yoxlaya bilsin. İndi gəlirik növbəti addıma. Artıq N'imiz 1012'dir. Burada if işləmədi də belə deyək. Gəlirik, yenə də bu şərt ödənilirmi? L 0'dır hələ də. If işləmədi ki, bu dəyişsin. Ona görə doğrudur. Bu da doğrudur və bu da doğrudur. Və 1012'ni ona böləndə alınan qalıq 2. Və n bərabərdir n bölək 10. Bu da bizə nə verdi? Tam hissəni verdi. 101. R faiz 2 bərabərdirmi 0-a? Burada baxırıq. 2'ni 2'ye bölündə qalıqda 0 alınırmı? Bəli, o zaman L nə oldu? Bu işlədi. L oldu 1. İndi gəlirik bura. Deyir ki, 1 birdən fərqlidirmi? Xeyr. Ən olduğuna görə digərinə baxmaya ehtiyac yoxdur. Şərt pozuldu və artıq dövr bitdi. Dövr bitəndən sonra gəlir bura. L bərabərdirmi 1'dirmi? L bərabərdirmi 1 qalmışdı burada. Düzdür? O zaman yes çıxardacaq. Yəni burada nəyi tapmış oluruq? Tapmış olduq ki, L nə zaman qiymət dəyişdi? Ədədi 2'ye bölündə qalıqda 0 alınanda L 1 olur. Demək ki, burada baxırıq ki, o nə deməkdir? Ədəd cütdürsə, ədədin içərisində daha doğrusu rəqəm cütdürsə, o zaman L 1 olacaq. 1 olacaqsa artıq nə olacaq? Deyək ki, yes çıxmış olacaq. Düzdür? Bu ifadələri nəzərdə tutsaq, görürük ki, burada 7 ilə olanlar var, hamısı tək rəqəmdir. Burada baxırıq ki, hamısı tək rəqəmdir. İçərisində cüt rəqəmlər olacaqsa, hansı ki burada var və görəcəksiniz ki, burada L1, yəni Y çıxacaq. 26-cı sualda doğru cavab 3 dənəsində. 27-ci sual uyğunluq sualıdır. Baxırıq, print 2 üstü. Bunu belə yazsaq sizin üçün daha rahat ola bilər. 2 üstü 3 birinci mötərizənin içərisi olacaq. Bu olacaq 8 və 2 üstü 8 bərabərdir 256 edəcək. Düzdür? 256 var mı? Bəli. 1'ə C uyğundur. Başqa yoxdur. 2 üstü 2. Yenə də burada mötərizənin içi 2 olacaq. Bu olacaq 4. 4 üstü 3. Bu da bərabərdir 64. 64 də A bəndi 2'ye də A gəldi. Və burada da yenə də mötərizənin 6 üstü 3 olacaq. 6 vur 6 36. Onu da 6'ya vuranda 216 edir. Burada nə gəlir? Y bəndi də bura gəlir. Deməli 1C, 2A, 3Y. Gəlirik 28-ci suala. Deməli burada klaviaturun daxil edilmiş qiymətlərinə görə x ədədinin AB parçasına daxil olub olmadığını müəyyən edən proqramın Python dilində yazın. Gəlin bunu elə Visual Studio proqramında yazaq və sizə də uyğun olsun. Deməli, sınaq 7.28.python bura yazdıq. Burada səhv getdi. Dəyişək. Deməli, burada şərtə bir daha baxaq. Şərtdə deyir ki, x, a və b həqiqi ədədlərinin klaviaturanın daxil edilmiş qiymətlərinə görə x ədədinin AB parçasına daxil olub olmadığını müəyyən edən proqramın Python dilində yazın. Burada AB parçası deyirsə, bilirsiniz ki, bu ödənilir. A B'dən kiçik bərabərdir. Bu şərt burada ödənilir və x-in də burada olduğunu yoxlamaqdan ötürü, yəni x burada nə ola bilər? A-dan böyük bərabərdir, B-dən kiçik bərabərdir. Olarsa artıq
X də burada olacaq, onu yazacağıq. Deməli, bu ədədləri daxil edə bilərik. A bərabərdir. Int inputla yaza bilərik. Hətta burada həqiqi ədədlər deyir. O zaman bunu belə yazaq. A bərabərdir. Belə yazaq. A, B bərabərdir. Map-la yazaq. Map float. Burada yazırıq. Input və nöqtə split. X də bərabərdir. Yenə də bunu da ayrıca yazarıq. Ya da elə burada da yaza bilərdik əslində. Gəlin bunu da burada yazaq. X də burada yazıq. Və bunu yazandan sonra yoxlayırıq. Deyirik ki, if əgər x böyükdür, bərabərdirsə A-dan, and x kiçikdir, bərabərdirsə B-dən, bu zaman print yes yazırıq. Yes. Əks halda o zaman da no yaza bilərik artıq. Print no da yazıq. Və yoxlayaq. A-nı daxil edirəm 6.5, B-ni daxil edirəm 12.8, C-ni daxil edirəm 4. No çıxartdı, çünki bu aralığa aid deyil. Və yaxud da ki 6.5 yazıram və gəlirəm 9.87 yazıram və burada yazıram 8 və yes çıxartmış oldum. Bu şəkildə bu ifadəni yazmış olduq. Yəni ki, map'in nə işə yaradığını bilirsiniz. Eyni sətirdə dəyişənləri daxil etmək üçün istifadə olunan bir funksiyadır. Keçə bilərik 29-cu suala. Klaviaturadan daxil ediləcək n natural ədədinin hər hansı ədədin faktorialı olub olmadığını müəyyən edən proqramı Python dilində yazın. 24 bilirsiniz ki 4 faktorialdır. Deməli, bəli çıxıb. 5 faktorialdır, bəli çıxıb. Bu isə xeyir çıxıb. Deməli, bunu da yaza bilərik. Artıq burada gəlirəm, bu şəkildə yazaq. Sınaq 7.29.python bu şəkildə yazırıq. İlk öncə n bərabərdir int input ədəd daxil edirik. Və ədədin faktorialının tapılması zamanı bunları işlətmişik. I bərabərdir 1 yaza bilərəm bura. Və while yazırıq. While. Belə bir şey yazırım. H kiçikdir n olduğu müddətdə, h kiçikdir n müddətində. H bərabərdir. H vuraq i. Vuraq i yazıram. Hasil tapırıq və eyni zamanda i bərabər i plus 1-də yazmağı unutmuruq. Yəni bunu burada yazmalıyıq. Və bunu yazdıqdan sonra if-də yoxlayıram. Əgər deyirəm həmin bu h bərabərdirsə n-ə, o zaman print bizə yes versin. Əks halda no versin. No versin. Burada diqqətli olmaq lazımdır. Kiçik bərabər nəyə görə yazmadım? Əgər bir nümunə yazarıq burada, ondan sonra düşünürəm ki, daha rahat olar. Bunu yoxlayaq ilk öncə. 24 yoxlayırıq və yes bizə verdi və eyni zamanda gəlirəm 34 yoxlayıram, no verdi. Başqa birində yoxlayaq. 720 yoxlayırıq. Yes dedi. Bu da 6 faktorial idi. Yes bu şəkildə işlədi. Deməli, bizim daxil etdiyimiz bir ədəd burada var. n bərabər int input. Hər hansı bir ədəd deyək. Məsələn, elə 24-ü götürək. Burada 24 daxil eləmişik. 24 daxil etdikdən sonra yoxlayırıq ki, bizim h əgər h burada yazıram. İşlədiyimi bəli 1 24-dən kiçik bərabərdir. Yəni bu işlədi. Bu işlədikdən sonra bunun qiymətini tapacağıq. H neçə olacaq? 1-ə vuranda yenə də 1 olmuş olacaq. Və ardınca da i dəyişəcək. i 1 bayt artacaq. i 1 idi olacaq 2. Və yenə də burada gəlirik, davam edəcəyik. H 1 olub, 1 yenə də kiçik olduğuna görə h-ı vurdu i-yə. 1-i 2-yə vuracaq. Bu işləyəcək, yəni bunu demək istəyirəm. Bura gəlirik. H-ın qiyməti olacaq 2. i-nin də qiyməti olacaq 1 bayt artacaq 3. Və davamında yenə də bu işləyəcək. Çünki h-ın qiyməti 2 hələ də 24-dən kiçikdir. 2-ni 3-ə vuracaq 6 eləyəcək və burada da eyni zamanda gəlib 3 üstə 1 4 verəcək. Yenə də baxırıq 6 24-dən kiçik olduğuna görə yenə də dövr işləyir. Və burada bunu bir qədər boşluqların sayını artırdıq. 6-nı 4-ə vuranda 24 oldu və 4-ün üstünə 1 gələndə 5 olmuş oldu. Və burada baxırıq ki, artıq h kiçikdirmi n-dən 24 24-dən kiçik deyil. Ona görə dövr dayanır. Yox, əgər mən burada kiçik bərabərdir yazsaydım, 24 24-dən kiçik bərabər olacaq deyə
dövr yenə də işləyəcəkdi. O zaman artıq düzgün cavab almayacaqdım. Ona görə kiçikdir n-i yazdım. Və ən sonunda burada dövr bitəcək. Gələcək h ilə n-i müqayisə aparacaq və bunun da nəticəsini burada görmüş oldunuz. Deməli, bunu başqa variantda da yaza bilərsiniz. Əslində belə yazaq da n bərabərdir int input. Bu şəkildə yazdım və h bərabərdir yenə bir yazıram və bir də for ilə yazaq istəyirsiniz. For in range yazırıq. 1 n'in də daxil olması üçün n plus 1 qeyd edirik burada. Və burada nə unutduq? H bərabərdir. H vuraq i'ni yazırıq. Hasil tapırıq. Burada while ilə yazanda özümüz qeyd eləmişdik. İ'ni hər dəfə artırırdıq. For'da isə özünüz bilirsiniz ki, özü daxildə artır. İndi burada müqayisə aparacağım. Deyəcəm ki, əgər həmin bu h əgər bərabərdirsə mənim daxil etdiyim ədədə, bu zaman bunu dayandırmaq istəyirəm. Dayandırmaqdan ötürü break əmri var. Ondan istifadə etmək istəyirəm. Amma bu da dayananda bir nəticəsi dəyişməsi lazımdır. Baxın, yəni burada belə bir ifadə işlədirəm. Deyirəm ilk başda k bərabər 0-dır. Əgər h n-ə bərabər olacaqsa, o zaman k-nın qiyməti dəyişsin olsun 1. K-nın qiyməti 1 olacaq və ən sonunda mən yoxlayacağım. Yəni burada belə bir şey yoxlayacağım ki, əgər deyəcəm ki, k bərabərdir, k bərabərdirsə 1-ə və bu olacaq nə? Print yes. Əks halda təbii ki, no-nu burada yaza bilərik. Print, buradan da yazdıq nə? No. Bu şəkildə yazdıq. Baxın, nə deməkdir bu? Nə zaman dayanacaq? H n-ə bərabər olanda dövr dayanacaq. Dövr dayananda demək ki, artıq bu bir-birinə bərabərdir. O zaman k-nın qiyməti 1 olsun. Amma əgər bərabər olmayacaqsa, k-nın qiyməti 0 olacaq və s olacaq. Təbii ki də bu da bərabər olmayacaq. Yəni, no çıxacaq. Yəni, ekrana əgər yes çıxması üçün k 1 olmalıdır. K da 1 nə zaman olacaq? Baxın, burada yazdım. H bərabərdir. N bu şəkildə yazdım. Və burada yoxlaya bilərik yenə də 24 yazsaq, gördüyünüz kimi yes burada nəticəni vermiş oldu. Və ən nəhayət gələk 30-cu sualın izahına. Klaviaturdan daxil ediləcək n natural ədədinin bütün rəqəmlərinin tək olub olmadığını müəyyən edən proqramın Python dilində yazın. Yəni daxil edilən ədədlərdən bütün rəqəmləri, yəni 1, 3, 5 bütün rəqəmləri təkdir. 1, 3, 5, 4, 7 olsa artıq burada bütün rəqəmləri tək deyil, buna görə bu sayılmayacaq. Hətta 246 da sayılmayacaq və s. və axır. Yəni bu şəkildə də sayıla bilər, 1, 3, 5, 7 də sayıla bilər. Bütün rəqəmlərindən söhbət gedir. Bunu da yazmaqdan ötürü yenə də belə yazaq ilk öncə. Deməli bu proqrama gələk, oradan başlayaq. Buraya yazıram. Sınaq 7-nin 30-cu sualı. N bərabərdir int input deyirəm. Burada qiyməti yazırıq. Klaviaturun daxil edici ədədin bütün rəqəmlərinin deməli tək olduğunu yoxlamalıyıq. Belə bir şəkildə yoxlaya bilərik də ilk başda. Deməli mən baxaram ki, burada 4 dənə rəqəm var. Ədədin 4 dənə rəqəmi var. Və təkləri də sayaram. Yəni ümumi rəqəmlərin sayı 4-dür. Həmin bu 4 təklərin də sayı da 4-dürsə, 4-ə bərabərdirsə, yəni bu zaman demək ki, hamısı təkdir. Yox, məsələn, burada saysaydıq 1, 3, 5, 1, 3, 5, 4, 7. Ümumi rəqəmlərin sayı 5-dir, amma təklərin sayı gördüyünüz kimi 4-dür. Bu bir-birinə bərabər olmayacağına görə yazacaq ki, burada bütün rəqəmlər tək deyil. Deməli, bunu da bu şəkildə yazırıq. Biz sayacağıq ki, say bərabərdir 0. Say bərabərdir 0. Bunu burada yazırıq. Və while ilə yazırıq. While n böyükdür 0 olduğu müddətdə, n böyükdür 0 olduğu müddətdə və q bərabərdir n faiz 10 deyib bunun rəqəmini tapaq və həmin bu rəqəm if q faiz 2 bərabərdirsə, 1-dirsə, təkdirsə, o zaman say 1 vahid artsın. Bunu yazıq. Say 1 vahid artacaq. Burada diqqət edirsiniz ki, n də dəyişməlidir, yəni. N-i də biz nə etməliyik? N bölək 10 yazmalıyıq ki, gələn dəfə 10 dəfə azalsın, digər rəqəmləri tapa bilək də deyək. Sadəcə burada n dəyişəcəyinə görə yekunda biz müqayisə edəndə düzgün olmayacaq. Ona görə bir dənə belə bir iş görürük. K bərabərdir n yazırıq. Yəni həmin bu n-in qiymətini mənimsədik k-ya. N dəyişsə də k ilə n-in ilk qiyməti olmuş olacaq.
İndi bunu yazdıktan sonra artıq gəlib yoxlaya bilərik də, yəni burada yoxlaya bilərik ki, əgər if həmin bu say bərabərdirsə k-ya, o zaman print nədir? Burada yazırıq ki, bütün rəqəmlər təkdir. Əks halda isə print nə yazırıq? Bütün rəqəmlər tək deyil. Tək deyil. Burada yanlışımız oldu. Bunu dəyişək. Bütün rəqəmlər tək deyil. Bu şəkildə yazdıq. Deməli, baxdıq, sayı tapdıq. Say nə zaman artdı? Tək olanda. Ən sonunda təklərin sayını ümumini hesablamağa, müqayisə etməyə başladıq. Əgər bərabərsə tək deyilsə tək deyil. 1, 3, 5, 7 yazıram. Bütün rəqəmlər tək deyil. Burada belə bir səhvimiz çıxdı. Baxaq görək, həmin səhvimiz hardadır. Burada səhvimizi yəqin ki görə bilirik. K ilə müqayisə aparmışıq. Biz çox təəssüflər olsun. Burada biz nə etməliyik? Bunun simvolların sayı ilə müqayisə aparmamız lazımdır. Bundan da ötürü biz bunu çevirməliyik sətir tipinə və əlavə olaraq da ondan sonra simvolların sayını tapa bilərik. Və indi yenidən yoxlayıram. 1, 3, 5, 7 yazıram. Bütün rəqəmlər təkdir və gəlirəm 1, 3, 5, 4, 9 yazıram. Bütün rəqəmlər dəqiqə nəticəni təzədən yazaq. Dediyimiz kimi yazma. 1, 3, 5, 4, 9 yazıram. Bütün rəqəmlər tək deyil. Bu şəkildə nəticəni görmüş olduq. Bunu belə yazdıq. Əslində bunu yenə də başqa bir şəkildə də yaza bilərik. Bunu baxın, belə edək. Bu burada qalsın. Və davamında yazıram. N bərabər deyil. Yenə də int input bizə lazım olan ifadələri burada yazırıq. N bərabərdir int input. Bunu yazdıq. Bunu yazdıktan sonra bayaq əslində istifadə etdiyimiz bir qayda var idi. Ona uyğunlaşdırıb yazacağım. T bərabərdir 1 qoyuram. Və burada yazdığımız while şərtini, baxın burada yazdığımızı ya da ayrıca yazaq buradan. Deməli while n faiz n daha doğrusu böyüksə sıfırdırsa q bərabərdir n faiz 2. Bunu yazdıq. N faiz 10. Ona bölürük. Tək olduğunu yoxlayacaq və if q faiz 2 bərabərdirsə sıfırdırsa, baxın, yəni bu nə deməkdir? Ədədi 2-yə bölünür. Qalta sıfırlısı, yəni ədədin rəqəmi daha doğrusu. Rəqəm cütdürsə, o zaman break edəcək. Break. Amma burada bir dənə problem ola bilər. Çünki mən bütün rəqəmləri cüt yazaram, tək yazaram. Bu zaman nəzərdə tutmaq lazımdır ki, necə gedir. Çünki sağdan gedəcəyinə görə bunu əlavə olaraq belə bir şey yazıram. Q faiz 2 bərabərdir sıfırdırsa və yazıram ki, burada T bərabərdir 0. Yəni ədədin rəqəmi cüt olacaqsa T'nin qiyməti dəyişəcək. T'nin qiyməti 0 olacaqsa, deməli bütün rəqəmlər tək deyil. 1 qalacaqsa demək ki təkdir. Yəni onu demək istəyirəm. Burada da o zaman yazaq. Məsələn, if t bərabərdirsə 0 yaza bilərik ki print ədədin bütün rəqəmləri tək deyil. Əks halda bunu burada yazaq. Əks halda bütün rəqəmləri təkdir. Yəni ədədin bütün rəqəmləri tək olacaqsa, yəni bu if işləməyəcək. O zaman t də dəyişməyəcək. Ümid edirəm aydın olur yazdıqlarımız. Yox, t dəyişəcəksə nə zaman dəyişəcək? Ədədin rəqəmləri cüt olanda. O zaman da dayandıracaq ki, yəni bir dənə cüt oldusa getməyə ehtiyacı yoxdur. Ona görə break edirik burada. Və gəlirəm, burada yoxlayıram. Yenə də 1, 3, 5, 7 yazıram. Və bir dəqiqə, bu niyə çıxmadı ekranda? Burada bir dəqiqə əlavə eləməliyik. N bərabərdir n bölək 10'u yazmamışıq. Baxın, burada yazıram. Deməli 1, 3, 5, 7 ədədin bütün rəqəmləri təkdir. Gördüyünüz kimi bu şəkildə çıxdı. Gəlirəm 1, 3, 4, 5 yazıram. Ədədin bütün rəqəmləri tək deyil. Hətta ancaq cüt də yazsaq yenə də bu şəkildə nəticə çıxmış olacaq. Deməli belə, dəyərli yoldaşlar, ümid edirəm ki, sizin üçün aydın oldu, maraqlı oldu. Xüsusilə də bu yazılı tələb olunan sualların praktikasını daha çox eləməyiniz tövsiyə olunur. Çünki
qəbul imtahanında bu suallardan daha çox bal gəlir və ondan yararlanmağınız lazımdır. Hər birinizə uğurlar. Növbəti videolarda görüşənədək. Sağ olun.